Hər vaxtınız xeyir. Bugün çox maraqlı bir mövzumuz var. İclasları, təlimləri o sıxıcı, darıxdırıcı formatdan çıxarıb necə həqiqətən yadda qalan, hətta əyləncəli bir təcrübəyə çevirə bilərik. Gəlin baxaq. Yəqin ki, siz də o vəziyyətdə olmusunuz. Bilirsiniz, o heç bitməyən təlimlər. Saata baxırsan, vaxt keçmir. Düşünürsən ki, mən burada nə edirəm? Yəni bir sözlə tam bir vaxt etkisi. Bəs yaxşı, bunun bir çıxış yolu olmalı deyilmi? Əlbəttə ki, var. Bax, bugün məhz bu problemə köklənəcəyik. Yəni, darıxdırıcı təlimlər probleminə və onun həllinə. Çünki reallıq budur ki, bir çox təlimçi, bir çox peşəkar həqiqətən də iştirakçıları prosesə cəlb edəcək bir mühit yaratmaqda çətinlik çəkir. Təsəvvür edin də o mənzərəni. Hamı ruhdan düşüb. Enerji sıfır. Təlim bitəndən sonra isə heç kimin heç nə yadında qalmır. Bu, sadəcə itirilmiş saatlar deyil, eyni zamanda öyrənmək üçün əldən verilmiş əla bir fürsətdir. Yaxşı, bəs çıxış yolu nədir? Həll yolu var və bu, buz qıran adlanır. Gəlin bu konsepsiyaya daha yaxından baxaq və dərhal deyim, bu təkcə gəlin bir oyun oynayaq demək deyil. Bunun arxasında daha dərin bir məna, bir strategiya var. Bugünkü təhlilimizin əsasında dayanan material da məhz budur. Buzqırma çalışmaları adlı bir vəsait. Bu sanki bir alətlər qutusudur. İçində darıxdırıcı görüşləri canlandırmaq, insanları öyrənməyə, dinləməyə hazırlamaq üçün praktik vasitələr var. Yaxşı, bir buzqıranı yaxşı edən nədir? Bu, heç də təsadüfi bir oyun seçimi deyil. Mənbəyə görə, uğurlu bir buzqıranın konkret xüsusiyyətləri var. Hətta bunun üçün Fabulous deyə bir akronim də yaradıblar. Gəlin baxaq, nə deməkdir bu? Deməli, sürətli, əyləncəli, mövzu ilə birbaşa əlaqəli, unikal, canlı, nikbin, yəni pozitiv, sadə və təbii ki, qısa olmalıdır. Gördüyünüz kimi hər bir detal düşünülüb. Gəlin indi teoriyadan praktikaya keçək. Görək real həyatda bu necə işləyir. İlk nümunəmiz birbaşa emosional zəka və özünü dərk ilə bağlıdır. Çox maraqlı bir çalışmadır. Çalışmanın adı biraz qəribə səslənə bilər, yaxşı fiziki forma qazanın. Amma əsas məsələ adında yox, bu kiçik elastik adam oyuncağındadır. Fikir çox sadə, amma bir o qədər də effektivdir. İnsanlar bəzən öz hisslərini sözlərlə ifadə etməkdə çətinlik çəkirlər, xüsusən də narahat vəziyyətlərdə. Bax, bu oyuncaq onlara hisslərini bir növ göstərməyə, daha təhlükəsiz bir yolla ifadə etməyə kömək edir. Proses isə çox sadədir. Baxın, əvvəlcə oyuncağı götürürsən, sonra bir anlıq düşünürsən, mən stresli, narahat bir vəziyyətdə özümü necə hiss edirəm və bu hissi oyuncağa forma verərək ifadə edirsən. Sonra bunu qrupla bölüşürsən, ən vacib məqam isə axırıncı addımdır, oyuncağı bu dəfə o vəziyyətdə necə olmaq istədiyin formaya salırsan. Gördüyünüz kimi, necə hiss edirsən kimi, birbaşa və bəzən narahat edici sual əvəzinə oyuncaq bir körpü rolunu oynayır. Bu da söhbəti qat-qat asan və səmimi edir. Yaxşı, bu bir nümunə idi. İndi gəlin tamamilə fərqli bir sahəyə baxaq, görək buzqıranlar, coaching kimi bəzən mürəkkəb görünən bir biznes anlayışını necə asanlaşdıra bilər. Bu, həqiqətən də çox güclü bir tətbiqdir. İlk öncə, gəlin aydınlaşdıraq. Coaching nədir və nə deyil? Çox vaxt bunu məsləhət verməklə səhv salırlar. Amma əslində, coaching kiməsə get bunu elə demək deyil. Tam əksinə. Coaching suallar vermək, qarşındakına həvəsləndirmək və onun öz yolunu, öz cavabını tapmasına kömək etməkdir. Bax, bu coachu təsbit edin çalışması da məhz bu incə, amma çox vacib fərqi göstərmək üçün hazırlanıb. Gəlin indi bunu bir real dialoq üzərində görək. Təsəvvür edin, Chris deyir ki, mənfi insanlarla daha yaxşı davrana bilərdim. İndi adi bir insan nə deyərdi? Gərək belə edərdin, elə edərdin. Amma Jerry'nin reaksiyasına baxın. O sadəcə soruşur, necə? Chris öz cavabını tapır. Daha qətiyyətli ola bilərdim. Jerry yenə soruşur, nə edə bilərdin? Fikir verin, heç bir məsləhət yoxdur, yalnız istiqamət verici suallar. İndi bir sual sizə. Bayaq danışdıqlarımızdan yola çıxsaq, sizcə Jerry'nin bu yanaşması coachingdirmi? Əlbəttə ki, bəli. Bu tam bir klassik coaching nümunəsidir. Jerry heç bir hazır cavab vermir. O, sadəcə açıq tipli suallarla Chris'ə kömək edir ki, o, problemin içinə daha dərindən getsin və həll yolunu özü kəşf etsin. Coachingin əsl mahiyyəti də elə budur. Yaxşı, biz iki çox fərqli nümunəyə baxdıq. Bəs bütün bunlar sizin işinizdə, sizin təlimlərinizdə necə bir fərq yarada bilər? Gəlin indi yekunlaşdıraq. Deməli, əsas çıxaracağımız nəticə nədir? O da budur ki, düzgün seçilmiş bir buzqıran təkcə insanları güldürmək üçün deyil. Bu, əslində çox güclü bir strateji alətdir. İnsanlar arasındakı gərginliyi azaldır, komanda ruhunu gücləndirir və ən vacibi, hər kəsi öyrənməyə, dinləməyə kökləyir.
Yaxşı, indi növbə sizdədir. Bütün bu danışdıqlarımızdan sonra sizin növbəki təliminizdə və ya iclasımızda buzu qırmaq üçün ilk addımınız nə olacaq? Hansı yanaşmanı sınamaq istərdiniz? Düşünürəm ki, artıq darıxdırıcı görüşlərə son deməyin vaxtıdır.